Salam əziz yoldaşlar. Deməli, informatika qrupuna atılmış bu suallara izah vermək istəyirəm. Bu sualları mən daşımışam Paint proqramına. Deməli, bir dəqiqə. Deməli, belə bir sualdır, 195-ci sual. Cədvəldə axtarış sisteminə verilmiş sorğular və axtarış nəticəsində internetdə tapılmış web səhifələrin sayı verilmişdir. Sorğularda və ya məntiqi əməlini işarə etmək üçün OR simvolu, yəni OR birləşmə deməkdir. OR çoxluqların birləşməsi OR məntiqi əməli ilə işarə olunur. Sorğularda nə deyir? Və ya OR və ya həmçinin belə bir işarə də ola bilər. Sonra və məntiqi əməlini işarə etmək üçün AND operatorundan istifadə olunur. AND də çoxluqların kəsişməsi deməkdir. Bu, bizim dildə belə deyək və həmçinin riyazi dildə belə bir işarə ilə işarələnə bilər. OR ağzı yuxarı baxan işarədir, AND ağzı aşağı, yəni birləşmə işarəsidir bu, birləşməni bildirən işarədir. İndi 4 dənə sorğumuz var. Bunların ikisi tək-tək verilib, ikisi cüt verilib. İndi gəlin baxaq onlara. Deməli, birinci sorğumuz idman sorğusudur. İdman sorğusu üzrə 2500 səhifə tapılıb. İdman bərabərdir 2500. İdman sorğusunu vermişik axtarışa, 2500 səhifə çıxıb qarşımıza. Futbol sorğusu üzrə, baxın buradadır çalışma, 90-195, yəqin ki, oradan görsənir. Deməli, futbol sorğusu üzrə tapılıb 1900 səhifə. Sonra bunların birləşməsi, yəni oru, idman OR. Futbol yazmışıq, axtarışa vermişik. Nəticə olaraq tapılıb 3600 səhifə. Belə olanda bəs bu dördüncü bizdən soruşur. İdman and futbol neçə olar? İdman and futbol bərabərdir sual. Bunu gəlin x-nə işarə eləyək, sonra da sual qoyaq. Çünki hər dəfə idman and futbol yazmayaq. Bunların ən sadə izahı diaqramlarla da izahdır. 2 dənə diaqram çəkirik. Diaqramların rəngini fərqli eləyək. Bunun birinin adını qoyuram idman. Birinin adını qoyuram futbol. Deməli, futbol. İdman sorğusu 2500-dür. Baxın, bu idman sorğusu ümumi bu qırmızı dairənin içi, qırmızı diaqramın içi hesab olunur və bunun nəticəsi 2500-dür. 2500-dür. Futbol sorğusu isə 1900-dür. Bax, fikir verin, bu birləşən hissəyə baxın. Futbolun belə bir parçası getdi, düşdü o birləşən hissəyə. Bu birləşən hissəni biraz fərqli rəngdə görə eləyə bilirikmi? Birləşən hissənin, belə deyək, buralarını silirəm və tamamlayaq bunu. Bu birisini də tamamlayaq. Buranı bir başqa rənglə, belə deyək, sarı rənglə ştrixləyək. Sarı rəng görsənməyəcək. Başqa bir rənglə götürək. Qara rənglə ştrixləyək. Buranı bir qara rənglə ştrixləyək. İndi baxaq. İdman sorğusu 2500-dür. Bu 2500-ün neçəsisə, bax, bu kəsişmə hissəsinə düşür. Baxın, bu kəsişmə hissəsinə düşür neçəsə. Bu kəsişmə hissəsinə düşür. Buranı biraz fərqli eləyirəm.
2500-ün neçəsi kəsişmə hissəsinə düşür. Futbol da 1900-dür. Bu 1900-ün də neçəsisə bu kəsişmə hissəsinə düşür. Belə bir tənlik var. Bax, idmanın nəticəsi üstə gəlsin futbolun nəticəsi. Bax, idmanla futbolun nəticəsi bunların orun verməlidir. İkisinin birləşməsidir də. 2 dənə çoxlu odalar birləşdiririk. Or deyəndə biz birləşmə nəzərdə tuturuq. Bu da 1900 deyək ki. Bax, idmanın üzərinə gəlirik. İdman nədir? 2500. 2500-ün üzərinə gəlirik. Futbolu 1900-dür. Və bu iki çoxluğun birləşməsi nəticəsində biz almışıq onların orun. Yəni 3600-ü. Bir dəqiqə bərabərliyi biraz kənardan yazım, çünki burada başqa bir nüans var. Bərabərdir. Almışıq, bax, bunların birləşməsini 3600-ü. Amma biz 2500 idman, 1900 futbol. Bunları toplayanda ortada kəsişmə hissəsi var. Hər dəfə 2500-ün də içində var o, 1900-ün də içində var. Mən bunları toplayanda elə bil bu hissəni 2 dəfə toplamış oluram. Ona görə onun birim buradan mütləq çıxmalıyam. Bax, kəsişmə hissəsinin. Kəsişmə hissəsində biz idman and futboldur da. Kəsişmə idmanla futbol çoxluğudur. Bunların kəsişməsidir. Onu da biz x-ni işarə eləmişdik. Bu x-in qiymətini bilmirik. Bu x-i mütləq buradan çıxmalıyıq. Yəni, idmanın üzərinə futbolu gələrkən burada bu kəsişmə hissəsində olan elementlər təkrarən toplanmasın deyə onların elə bir dənəsini buradan çıxıram. Çünki bax, idman 2500 gəldim, 2500-ün bir hissəsi buradadır. Futbolun da üzərinə gələndə futbolun da yenə bir hissəsi buradadır. 2 dəfə elə bil bu hissəni təkrar toplamış oldum. Ona görə onun bu hissəni bir dəfə oradan tək çıxıram ki, təkrarçılıq aradan qalsın. Vəssalam, bundan sonra bu x, yəni toplamanı həll edirəm. 2500-ün üzərinə 1900 gələndə eləyir 4400, çıxılsın x bərabərdir 3600. Bu mənfi x-i keçirirəm bu tərəfə, olur müsbət x. Müsbət 3600-ü keçirirəm bərabərin sağ tərəfinə, olur mənfi 3600. Yəni 4400 çıxılsın 3600 olur. Mənfi x-i də keçirmişik, olub müsbət x. Onu da yazıram x yəni. 4400-dən 3600 çıxanda 800. Yəni x bərabərdir, nəticə etibarilə 800 qalır. Cavab A variantı. Yəni bunu loru yolla da həll eləmək olar. Bir dəqiqə. Buraları silək. Yəni bunu belə deyək, diaqramla deyək ki, yadda saxlaya bilmirsiniz. Sadəcə, yəni əgər 4 dənə sorğudursa, bunu hesablamaq daha asandır. Bu tək olanlar, bax, idman təkdir, futbol təkdir. Tək olanları bərabərliyin bir tərəfində toplayırsınız. 2500 idmanın nəticəsidir. Üstə gəlsin 1900 futbolun nəticəsidir. Tək olanları bir tərəfdə topladıq, bərabər eləyirik cüt olanlara. Cüt olanların cəminə. İdman or futbol, bu 3600-dür. Üstə gəlinsin idman and futbol, onu da x-lə işarə eləmiş olsaq, üstə gəlsin x. Bu tənliyi də həll eləsəz, yenə eyni nəticə alacaqsınız. Yenə 2500-1900 toplayanda 4400 eləyir. 3600-ü keçirəcəyik o tərəfə, 3600-ü çıxacaq, x bərabər 800 alınacaq. Yəni təkləri bir, cütləri bir toplayırsınız. Tək axtarışları bir, orla əndi bir toplayıb, bir-birinə bərabər eləyib cavabı alırsınız. Bu belə, yəni bu çətin bir şey deyil. Sonra ikinci 196-cı sualda eynən həmin sualdandır. Deməli, yenə və ya məntiqi əməli, neysə ornan və məntiqi əməli belə. Axundov səhifəsi üzrə tapılıb 3500. Bax, Axundovu A-la yazıram elə, 3500. Bakıxanov səhifəsi üzrə tapılıb, yəni B bərabərdir 2000 səhifə. Bakıxanov axtarış üzrə. Bunların oru, A-la B-nin oru, demişdik 100 yuxarı birləşmə işarəsidir, yəni onların birləşməsi, A-la B-nin birləşməsi bizə verib 4500. Bizə A-la B-nin kəsişməsi lazımdır. Bərabərdir sual.
və yaxud bunu x-lə də işarə edək. Demişdik ki, təkləri 1, cütləri 1 toplayırıq. Bax, təklər hansılardır? A plus B. Cütləri hansılardır? A birləşmə B, A kəsişmə B. Bunları toplayıb bir-birinə bərabərləyirik. 3500 ilə 2000 toplayanda edir 5500 bərabərdir. 4500 üstə gəlinsin bu birləşmə. X kəsişmə daha doğrusu. Birləşmə üstə gəlsin kəsişmə. 4500 bu tərəfə keçirsə 5500-dən 4500 çıxacaq. 4500 bu tərəfə keçəndə olacaq mənfi. 5500-dən 4500 çıxanda qalacaq 1000. 1000 bərabərdir x, yəni x bərabərdir 1000 deməkdir bu. Nəticə ümumi son nəticə 1000 alınır. Yəni Axundov and Bakıxanov sorğusu üzrə 1000 nəticə tapılmış olar. Çox sadədir bunlar, yəni çətinlik yoxdur burada. Çətin bir şey yoxdur burada yəni. Sonra artıq növbəti 198-ci sualda yox, bundan qabaq 197 var idi, hə. Variantlarda bir axtarış sistemi üzrə yenə 4 dənə sorğudur. Bax 195, 196, 197. Bunların üçündə də 4 sorğu var. Sadəcə burada variantları analiz eləməliyik ki, hansılar bir-birinə, hansılar bax bu 4 dənə, 5 dənə variantımız var. Bunun 4-ü bizim axtarış sistemimizə verilən sorğulardır. Bir dənəsi bu sorğulardan biri ola bilməz yəni. İndi baxaq. Deyək ki, biz demişdik ki, tək olanları, deyək ki, burada akses var, Excel var. Birini A ilə işarə edirəm, birində Y ilə. Aksesi A ilə, Excel-i Y ilə. Demişdik ki, A ilə Y-ni toplamalıyıq. Bərabərləməliyik. A ilə Y-ni toplamalıyıq. Bərabərləməliyik. A birləşmə, yəni OR. Yaxşı, gəlin bunu OR yazın, siz karıxmayasınız. A OR B üstə gəlinsin. Deməli, B yox, Y. A OR Y. A OR Y. Üstə gəlinsin. A and Y. A and Y. Bunların, yəni təklərin cəmi, tək axtarış, tək sorğuların cəmi, cüt sorğuların cəminə bərabərdir. İndi baxırıq variantlara, baxırıq ki, bizdə variantlar A variantında cüt sorğudur. A and Excel. B variantında da yenə cüt axtarışdır. Access or Excel. C variantında da yenə cüt axtarış. 3 dənə variantda cüt axtarışdır. 2 dənə variantda tək axtarışdır. D ilə Y də tək axtarışdır. Bizim də tək olan çoxluqlarımız zaten 2 dənədir. Demək ki, bu D ilə Y mütləq bizim o 4 dənə axtarış sisteminə verdiyimiz 4 dənə sorğudan biridir. Mütləq. Demək ki, D variantı ilə Y variantı mütləq bizim axtarış sisteminə verdiyimiz sorğuların 2 dənəsidir yəni. Deməli, A elə olanda olur 1900. Aksesdə, yəni 1900 üstə gəlsin. Excel 1700. Çünki bizim tək sorğumuz zaten 2 dənədir. Variantlarda da yəni 2 dənədir. Biri akses, biri Excel'dir. Variantlarda da akses tək olaraq bir dənə verilib. Başqa akses yoxdur. Məcbur o bir dənəni götürməliyəm. Yəni mənim axtarış sisteminə verdiyim sorğulardan biri kimi. Excel axtarışı, Excel üzrə də bir dənə nəticə verilib variantlarda. Məcbur mən də onu götürməliyəm. Axtarış sisteminə verdiyim sorğulardan biri kimi. Deməli, bunların cəmi 1900, 1700. Nəticə olaraq bunların cəmi elədir. 2000, o da 1600, 3600. Düz hesabladıqda 2000, 1900, 700, 1600, bəli. 3600. Deməli, 3600 bərabərdir bunların cəminə. İndi baxaq. Burada 3 dənə bizim artıq demək bu D ilə Y getdi. Bunların üstünə xətt çəkirik. Bizim qaldı 3 dənə variantımız. Deyir, hansı ola bilməz? Uyğun olmayan variantı axtarırıq. D ilə Y uyğundur, məcbur uyğundur. Yəni başqa variantımız yoxdur. Qalır A, B, C. İndi biz bu
diaqramları çəkəndə bir dənə nüansı sizin nəzərinizə çatdırım. Biri deyək ki, Access-dir, biri Excel-dir. Excel-dir deyək ki. Bax, bu iki çoxluğun birləşməsi, bax, elə bil ki, bax, bu hissə üstə gəlsin, bu hissə, bir də üstə gəlsin bu hissə. Bu üç hissənin cəmidir, birləşmə. Amma, belə deyək, bu birləşmə ümumi, bax, bu birləşmə daha böyük rəqəmdir ki, nəinki bax bu kəsişmə olsun. Kəsişmə daha kiçik rəqəmdir. O kəsişmə sadəcə bu hissədir. İki çoxluğun kəsişməsi deyəndə onların yalnız ortaq elementləri götürülür. Yəni bax, yalnız bu hissə götürülür, kiçik hissə. Amma birləşmə deyəndə onların bütün elementləri götürülür. Amma elementlərdə təkrarçılığa yol verilməməlidir. Ona görə biz dedik ki, yəni Access ilə Excel toplayıb bu kəsişməni oradan çıxmalıyıq ki, təkrarçılıq olmasın. Ona görə həmişə birləşmə kəsişmədən böyük rəqəm olmalıdır. Yəni heç vaxt birləşmə kəsişmədən kiçik rəqəm ola bilməz. Çünki birləşmə bütün elementlərin sayıdır. Kəsişmə isə ancaq ortaq elementlərin sayı götürülür. Ancaq ortaq elementlər götürülür. İndi baxaq. Bax, burada A variantında kəsişmə, Access Excel kəsişmə 3300 verilib. Düzdür? Bax, mən yazıram kəsişmə yerinə 3300. Burada yazdım 3300. 3300. Düzdür? Access and Excel. Belə olanda Access or biz dedik axı birləşmə kəsişmədən böyük rəqəm olmalıdır. Əgər 3300-dürsə and, deməli burada da cəm 3600-dür. Deməli buna qalır 300, düzdür? Bu nətər ola bilər? Birləşmə burada kəsişmədən kiçik rəqəm alındı. Demək ki, biz Access and Excel-i 3300 götürə bilmərik. Çünki belə olanda kəsişmə birləşmədən böyük olur. Necə ola bilər ortaq elementlərin sayı ümumi elementlərin sayından böyük olsun? 2 dənə qutumuz var. Burada ortaq olan şarların sayı nətər ola bilər? 2 qutudakı ümumi şarların sayından çox olsun. Ola bilməz. Ona görə Access and Excel-i 3300 götürə bilmərik. 3300-ü silirəm. Bu 300-ü də silirəm avtomatik olaraq. Baxıram digər. Deməli A variantını mən götürə bilmərəm. Bir dəqiqə. A variantı getdi. Bax, A variantı getdi. Qarşısına minus yazıram. Çünki Access and Excel dedik ki, 3300 olanda o birisindən 300 qalır. O da ola bilməz. Götürürəm Access and Excel-i 1100. Artıq digər endi götürürəm. Burada birləşmə zaten bir dənədir. Bax, bir dənə fikir verin. A, C, B variantında 3 dənəli, 2 dənəli sorğudur. Bunların ikisi birləşmədir, biri kəsişmə. Bu 2 dənə birləşmədən biri bizim nəticəmizə uyğun olmayan variantdır. 2 dənə kəsişmədən biri, ənddən biri bizim yəni sorğu sistemində verdiyimiz sorğulardan biri deyil. Amma bir dənə orumuz var. Mütləq o bir dənə oru burada yazmalıyıq. Çünki bizim bir dənə orumuz var. Başqa or yoxdur da, düzdür? Onu da götürüb burada yazırıq 2500. Üstə gələnsin, yerdə nə qalır? 3600-dən 2000, üstə gələnsin 2 yazılır. 3600-dən 2500 çıxanda da zaten 1100 qalır. X bərabər 1100 qalır. O da bizim C variantındadır da, yəni 1100. Demək ki, 1100 də bizim sorğumuza uyğundur. Bu da uyğundur. Bir dənə uyğun olmayan elə A variantıdır. 3000. İndi bilmirəm, bunu biraz qarışıq izah elədim. Bəlkə də aydın olmadı. Yenidən bir dənə də təkrar gedə bilərik. 4 dənə sorğumuz var. Biri Access-dir, yazıram. Təkrar deyirəm. Access, Excel, Access or Excel, Access and Excel. Deməli, bizim bir dənə Access sorğumuz var. Deməli, bir dənə Access sorğusu variantlarda baxıram, zaten bir yerdə var. İkincisi bir yerdə yoxdur deyərlər. Onu götürürəm sorğum kimi 1900 kimi. Bizim bir dənə Excel sorğumuz var. O da Y variantındadır. Onu da götürürəm 1700-dür da onun da qiyməti. Başqa Excel'imiz yoxdur da variantlarda, düzdür? Yəni başqa Excel olsa variantda mən o iki variantın ikisini də götürə bilmərəm. Onun birini götürməliyəm. Ona görə də yəni belə deyək, qalacam iki variant arasında. Başqa Excel olsaydı bu məsələ çətinləşə bilərdi. Zaten bir dənə Access-imiz var. Onu da öz sorğum kimi götürürəm. Excel də bir dənə də onu da öz sorğum kimi götürürəm. Access or Excel də bir dənədir. Fikir verin B variantında. Onu da
öz sorğumun bir parçası kimi götürürəm, məcbur, başqa yoxdur. Amma Access and Excel 2 dənədir. Demək ki, mən bu 2 dənədən birini axtarmalıyam ki, hansını götürə bilərəm. Onu da yenə qurduğum tənli ilə. Dedik ki, A-nın Y-nin cəmi bunların ikisinin cəminə bərabərdir. Yəni 1900 ilə 1700-ün cəmi bunların ikisinin cəminə bərabərdir. Bunların da birinin bildiyi 2500-dür, digəri X-dir. Buradan X-i tapıram 1100-dür. 1100 bizim sorğumuza uyğun nəticədir. Bizə uyğun olmayan deyir, uyğun olmayan da A variantı. İnşallah ki, aydın olar. Bundan artıq necə izah eləyə bilərəm, bilmirəm. Hə. İndi keçdik 198-ci suala. Bir burada sorğular yenə verilib. Burada və ya məntiqi əməli artıq bu işarə ilə yəni düz xəttdir. Buna boru işarəsi də deyə bilərik və yaxud pipe. Buna pipe deyək, pipe işarəsidir bu. O birisi də bu işarədə deməli ən deməli. Bu da ampersantdır da, ampersant. Ampersant. Deməli, bu and-i əvəzləyir, yazıram qabağına and. Bu or-u əvəzləyir, yazıram qabağına or. İndi burada artıq 6 dənə sorğudur. Yuxarıdakı suallarda 4 sorğu idi. Burada artıq 6 dənə sorğudur. Yəni burada bizim 3 dənə diaqramımız olacaq. Diaqramlarımız 3 dənədir. Biri belə, biri belə. Digər diaqram baxın, belə də ola bilər. Belə də ola bilər. Və yaxud da belə də ola bilər. O verilən nəticələrdən asılıdır. İndi biz buradakı nəticələrə uyğun olaraq 3-cü diaqramı quracağıq. Hələ ki 3-cü diaqramı saxlayıram. Hətta ikincini də saxlayaq. Çünki ikincini saxlamayaq. İkincini başqa rəngdə çəkək. 3-cü diaqramı qara rəngdə çəkərik, amma hələ ki saxlayırıq. Şərtlərə baxaq. Deyək ki, informatika 24-dür. Məntiq 36-dır. İnformatika or məntiq, or ingilis dili 65-dir. Bunların üçünün birləşməsi. İnformatika and məntiq 15. Fikir verin. İnformatikanın məntiqin bir yerdə kəsişmə nöqtəsi var. Bax, bu iki diaqramın kəsişmə nöqtəsi var. Deməli, mən bunun birinin adını informatika, birinin adını məntiq qoya bilərəm. Çünki bunların kəsişmə nöqtəsi var. Düzdür? Məntiq and ingilis dili. Mən bu diaqramın adını ingilis dildə qoya bilərdim, informatika qoydum. Amma 3-cü diaqramla da məntiqin kəsişməsi var. Görək 3-cü diaqramla informatikanın kəsişməsi varmı? Məntiq and ingilis dili 12-dir. Baxın, informatika ingilis dili 0-dır. Yəni o deməkdir ki, 3-cü diaqramla, yəni ingilis dili diaqramı ilə informatikanın bir nöqtədə kəsişməsi yoxdur. O deməkdir ki, bax, ingilis dilinin məntiqlə kəsişməsi var. Bax, bu diaqramla kəsişməsi var. Amma informatika ilə, bu qırmızı diaqramla kəsişməsi yoxdur. Demək ki, mən ingilis dili diaqramını burada elə bir yerdə yazmalıyam ki, ancaq bu məntiqlə kəsişsin, informatika ilə kəsişsin. Deməli, mən 3-cü diaqramımı bax, məntiqin böyründən yaza bilərəm. Bax, burada. Bu da oldu mənim 3-cü diaqramım. Məntiqin sözü biraz qısaldaq. Məntiq. Bu da olsun ingilis dili. Bu da oldu ingilis dili. Vəssalam. Bax, bizim diaqramlarımızın düzülüşü bu şəkildə olacaq. Yəni, baxın, informatika ilə ingilis dili, bax, fikir verir, bizə verir 0. Yəni, onların heç bir yerdə kəsişməsi yoxdur. İnformatika sol tərəfdə, ingilis dili sağ tərəfdə. Onların heç bir yerdə kəsişməsi yoxdur. Amma informatika ilə məntiqin kəsişməsi var, bax, bu hissədir. Bax, bu hissədir. Məntiqlə də ingilis dilinin kəsişməsi var, o da bu hissədir. İndi bunların deyir üçünün birləşməsi bizə 65-i verir. Baxın, informatika 24-dür. Bax, bu qırmızı diaqram ümumilikdə 24-dür. Bunun 15 dənəsi bax, informatika ilə məntiqin kəsişməsinə düşür. Yəni, bu hissəyə düşür. İnformatika məntiqin kəsişməsi bu hissədir.
Yerdə qalır neçə? 9. 24-dür informatika ümumi. 15 dənəsi buradasa, deməli bax burdan belə olan hissəyə 9 düşür. Bura yazıram 9. Bu birləşmə hissəsi informatika məntiq hissə zaten 15-dir. Bunu bizə verir məsələn şərtində. Sonra məntiq 36-dır. Onun 15 dənəsi buradadır. 36-dan 15 çıxanda neçə qalır? 21 qalır. Deməli, bax, buradan belə olan hissəsi, bax, belə buradan bu tərəf olan hissəsi 21-ə bərabərdir. Amma bu 21-in də içində məntiqlə ingilis dilinin kəsişməsi var. Məntiqlə ingilis dilinin kəsişməsi 12-dir. Deməli, biz 21-dən də buradakı, bax, bu hissədəki, bax, vurğulayıram, bu hissədəki 12-ni çıxsa, bax, ümumi 21 qalmışdı. Məntiqdən 15-i burada idi, 15-i çıxdı, 36-dan 15 çıxdı, qaldı 21. 21-dən də bu hissədəki kəsişmədəki qiyməti çıxırıq. Yəni 12-ni çıxırıq, 21-dən də 12 çıxanda qalır 9. Deməli, məntiqə də düşür 9. Baba, bu boşluq hissəyə də yazıram 9. Bu kəsişməni də bizə verib 12 və biz bu hissəni bilsək, ümumi ingilisini tapa bilərik. İngilis dili, buranı mən X-lə işarə eləyirəm, X-lə. Bu hissəni ümumi. X-lə işarə eləyirəm. Və son nəticədə bunların cəmi edir 65. Çünki birləşmədir. Birləşmə olanda bütün elementlər toplanır. O 9 dənə element informatikanın bu hissəsindədir. Yazıram 9. Üstə gəlsin 15 dənə element bu kəsişmədədir. Üstə gəlsin 15. Üstə gəlsin məntiqin bu boşluq hissəsində qalmışdı 9. Üstə gəlsin 9. Sonra bu kəsişmə, məntiqlə ingilis dilinin kəsişmə yeri. Üstə gəlsin 12. Yəni ora 12-dir. Üstə gəlsin ingilis dilinin qalan sahəsi, boşluq sahəsi x-dir. Bərabər də 65. 9-un üstünə 15 gələndə 24. 24-ün üstünə 9 gələndə 33. 33-ün üstünə 12 gələndə eləyir 45. 45 üstə gəlsin x bərabər də 65. Buradan x bərabərdir. 45-i bu tərəfə getirsək 65-dən 45 çıxacaq. O da olacaq 20. Biz bu hissəni ingilis dilinin bir parçasını elə bu hissəni tapdıq ki 20-yə bərabərdir. Amma bizdən ingilis dili soruşur. İngilis dilinin qalan hissəsi də bu birləşmə hissəsində daxil, məntiqlə birləşmə hissəsində. O da bizə 12-ni verir də, düzdür? Deməli 20-nin də üstünə həmin 12-ni gəlsək, 20-nin üstünə 12-ni gəlsək, bizə ingilis dilinin nəticəsini verəcək. 20 son 2 gələndə 32 edir. İngilis dilinin nəticəsi 32 edir. İndi bu bunun diaqramla izahı idi. Bir də bunun uşaqlar belə deyim, tənliyi var. O necədir? Onu da deyim. Bunu da yadda saxlayın. Əgər 6 dənə sorğumuz varsa, məsələn buradakı kimi informatika i yazıram, informatika yazmıram, məntiq m yazıram və belə deyək. O birisi nə idi? İngilis dili. Bunu da ingilis dilində English deyək də, e yazıram. Bu informatikanın i-sinin qarışıq düşməsin. 6 dənə sorğumuz varsa, burada tənlik necədir? Hətta diaqramları da qurum, hazır saxlayın. Diaqramları da quraq, hazır saxlayaq. İndi burada diaqram iki cür ola bilər də, yəni 6 dənə sorğu olanda. Biri bu cürdür, dedik, bayaqki kimi, bizim qurduğumuz diaqram kimi. Biri də başqa cür. Bax, belə də ola bilərdi bu diaqramlar. Belə, belə və bir də belə. Əgər informatika ingilis dili nəticəsi 0 olmasaydı, hər hansı bir rəqəm olsaydı burada. Məsələn, deyək ki, 10 olsaydı burada, diaqram bu cür qurulacaq. Çünki üçünün də bir yerdə kəsişməsi olacaq. İndi mən bu üçünün bir yerdə kəsişməsini bir dənə qızardıram. Bax, buranı bir dənə qəşəngcə qızardıram. Bu üçünün bir yerdə kəsişməsi xırda bir yerdir. Oranı qızardıran məqsədim nədir? İndi tənlikdə onu izah eləməyə çalışacağım. İndi bərabər, indi tənliyimizi yazıram. Bax, informatika birinci çoxluq, 3 dənə, 6 dənə çoxluq, 6 dənə belə də 3 dənə çoxluğumuz olanda avtomatik 6 dənə sorğu əmələ gəlir. Deməli, birinci çoxluq üstə gəlsin informatika çoxluğu, yəni üstə gəlsin məntiq çoxluğu, üstə gəlsin ingilis dili çoxluğu, çıxılsın, bax, bunların kəsişməsi,
təkrarçılığa yol verilməmək üçündür. Yəni ortaq elementlər təkrar toplanmasın deyə çıxılmalıdır onlar hər dəfə. Deməli, bir dəfə informatiklə məntiqin kəsişməsi i məntiq çıxılsın, məntiqlə ingilis dilinin kəsişməsi çıxılsın m y məntiqlə ingilis dili kəsişməsi çıxılsın, informatika ilə ingilis dilinin kəsişməsi, informatika ilə ingilis dilinin kəsişməsi İY və bir də üstə gəlinsin, bax, bir dənə bu nüansı izah eləməyə çalışacağam. Bir də üstə gəlinsin, informatika and məntiq and ingilis dili. Üstə gəlinsin, bunların üçünün kəsişməsi. Bərabərdir ümumi birləşmə. Ümumi birləşmə bizdə neçədir? 65. Yəni ümumi ora bərabərdir bunlar. İndi fikir verin. Gəlin qiymətləri qoyaq yerinə. İnformatika 24-dür. Məntiq 36-dır. İngilis dili bilmirik də, X-dir. İngilis dilini X-dən işarə eləyək. Çıxılsın informatika məntiq kəsişməsi 15-dir. Üzrlü hesablayın uşaqlar. Deməli, nə dedik? İnformatikanın qiymətini qoyduq yerinə, məntiqin qiymətini qoyduq yerinə, ingilis dili bilmirik, X qoyduq yerinə. Sonra dedik çıxılsın, informatika ilə məntiqin kəsişməsi, bu 15-dir, çıxılsın 15. Çıxılsın, məntiqlə ingilis dilinin kəsişməsi, bu 12-dir, çıxılsın 12. Çıxılsın, informatika ilə ingilis dilinin kəsişməsi, informatika ingilis dilinin kəsişməsi bizə 0 vermişdi zaten. Çıxılsın 0. Və bunların üstə gəlsin, bunların üçünün kəsişməsi. Bunların üçünün kəsişməsini bizə burada verməyib. Niyə görə? Çünki bunların üçünün bir yerdə kəsişməsi yoxdur. Diaqramlar bu formadadır. Bir yerdə kəsişməsi yoxdur deyə o da elə 0-dır. Üstə gəlsin 0 yazırıq. Bərabər də 65. Buradan da 24 ilə 36-nı toplayanda 50 eləyir. 50-dən 50 yox, 60 eləyir. 60-dan 15 çıxanda 45, 45-dən də 12 çıxanda qalır 33. Elə bil, bax, buradan aşağıdan yazıram. 33. Üstə gəlsin bu x bərabərdir 65. X də bərabərdir 65-dən 30 çıxanda 32. Birbaşa burada biz x-i ingilis dilinin x-ilə işarə eləmişdik. Yəni x-lə ingilis dilini işarə eləmişdik. Burada birbaşa ingilis dilinin qiymətini tapdıq ki, 32. Bundan qabaq elədiyimiz şəkildə də 32 tapmışdıq. İndi əgər bu balaca hissəni izah eləməyə çalışacağam. Bu düsturda nəyə görə balaca hissənin üstünə gəlirik, yəni. Baxın, informatikanın qiyməti, əgər burada diaqramlar bu şəkildə olsaydı, yəni bura bir qiymət versəydi, informatika ingilis dilinin qiymət versəydi, buna bir məsələn deyək ki, 10 yazaq. Bir 10 versəydi ora, diaqramlar bu şəkildə olacaqdı. Yəni üçünün bir yerdə kəsişməsi olacaqdı. Belə olan halda, bax, biz dedik ki, birləşmə olanda burada bütün elementlər toplanmalıdır. Bax, informatikanın elementi, məntiqin elementi. Hər dəfə toplayanda bax, bu xırda kiçik hissə var ha. Bax, informatikanın yazıb, bu kiçik hissə informatikanın tərkibində var. Elə bil ki, gəldi üstünə. Məntiqi yazılır, yenə o kiçik hissə gəldi üstünə. Düzdür? İngilis dilini yazıq, yenə həmin o kiçik hissə təkrar, kiçik hissədəki olan elementlər yenə təkrarçılıq oldu da. Sonra bu təkrarçılıqları aradan qaldırmaq üçün informatika ilə ingilis dilinin kəsişməsini çıxdıq. O kəsişmənin içində bu da çıxıldı. Düzdür? Deyək ki, belə. Sonra məntiqlə ingilis dilinin kəsişməsini çıxdıq. Yenə o xırda hissə çıxdı oradan. Elə bil informatika ilə ingilis dilinin çıxdıq. Yenə də həmin o xırda hissə çıxdı oradan. O xırda hissənin elementləri tamamilə yoxa çıxır. Son nəticədə 3 dəfə çıxılmış olur. Burada 2 dəfə üstünə gəlmiş olur. Burada 3 dəfə çıxılmış olur. Ona görə o hissəni təzədən bərpa eləmək üçün son nəticədə üzərinə biz həmin o kiçik hissəni gəlməliyik. Diqqət elədiniz? Yəni bax, informatikanın üzərinə məntiq gələndə bu hissə bir dəfə, elə bil bu hissəyə bir dənə y verək. Bu hissə bir dəfə burada toplanmış oldu ortada. Bir dənə də burada toplanmış olur.
Amma burada bir dəfə çıxılır, bir dəfə burada çıxılır, bir dənə də məntiqlə ingiliscə kəsişməsinin çıxanda bir dənə də burada çıxılır, 3 dənə çıxılır. Ortada 2 y burada var, 3 y burada qalır. Mənfi y qalır da ortada bir dənə. Yəni elə bil əskik qalır. Onu tamamlamaq üçün bir dənə də üstünə y gəlməli ki, o tamamlansın. Yəni belə deyək, bu hissə tamamilə itib yoxa çıxmasın deyə son nəticədə bunu toplamalıyıq. Üstünə gəlməliyik. Yəni ümumi olaraq düstur bu vəziyyətə düşür. İndi bu düsturu yenə səliqəli şəkildə, ümumi şəkildə yazacağam. İstəsəz götürüb yadda saxlaya bilərsiniz. Deməli, bu dəfə çoxluqların adların x, y, z qoyacağam. Deyək ki, 3 dənə çoxluğumuz var. X, y və z. Bunların birləşməsi bərabərdir. X or y or z. Gəl orları biraz fərqli rənglə yazaq. Bura z yazın. Oraları da fərqli rənglə yazım ki, gözə çarpsın. X or y or z bərabərdir. Ümumi düsturu yazıram indi burada. Bərabərdir. Deməli, x çoxluğunun elementləri üstə gəlsin. Y çoxluğunun elementləri üstə gəlsin. Z çoxluğunun elementləri. Çıxılsın. Deməli, birinci 3 dənəsini topladınız. Sonra çıxırsınız. Çıxırsınız. X ilə Y-in kəsişməsi, X and. Burada and-i başqa rənglə yazın. X and Y çıxılsın. X and Z çıxılsın. Y çıxılsın, elə bil. Y and Z və üstə gəlinsin. Bunları biraz kiçik yaza bilsəydik yaxşı olardı. Kiçik yaza bilsəydik. Bəlkə bunu başqa bir yerdə yazım, sizin üçün daha anlaşılır olsun. Yəni, bunu bir dənə Word-da yazım. Deməli, X, Y, Z çoxluqları verilib. Deməli, X, Y, Z çoxluqları verilib. Bunların birləşməsi bərabərdir. Yəni, X or Y or Z bərabərdir. X üstə gəlsin. Y üstə gəlsin. Z çıxılsın. X and Y çıxılsın. Hətta bu çıxılsınlar da biraz arabaya çıxılsın. X and nədir? Hara getdi çıxdı bu? X and Y Z, daha doğrusu X and Y yazmışıq. Çıxılsın. X and Z. Bu da çıxılsın. X and Y, X and Z çıxılsın. Y and Z, Z çıxılsın. Y and Z üstə gəlinsin. X and
Y and Z. Bu da keçdi bir tərəfə. Bunu biraz kiçildik onda. Yaxşı. Burada da orları əndləri yox, əndləri yox, orları qırmızı ilə eləyək. Əndləri. Başqa bir rənglə eləyək ki, gözə çarpan olsun. Bu düsturu yazın ki, sizə çox kömək ola bilər. Bunları da deyək ki, sarı rənglə. Yox, sarı rəng görsənmir. Burada belə bir yəni birinci çoxluğun, bu üç çoxluğun birləşməsi bərabərdir. Birinci çoxluğun elementləri üstəgəlsin ikinci çoxluğun elementləri, üstəgəlsin üçüncü çoxluğun elementləri, çıxılsın birinci ilə ikincinin kəsişməsi, çıxılsın ikinci ilə birinci ilə üçüncünün kəsişməsi, çıxılsın deməli x z-i 2 dəfə yazmışıq, burada y z olmalı idi. Bir dəqiqə. 2 dəfə yazmışıq. X and z X and Y çıxılsın X and Z, çıxılsın Y and Z. Burada təkrarçılıq olub deyəsən. Deməli, birinci, ikinci, üçüncünün cəmi çıxılsın, birinci ilə ikincinin kəsişməsi, çıxılsın ikinci ilə birinci ilə üçüncünün kəsişməsi, çıxılsın ikinci ilə üçüncünün kəsişməsi, üstə gəlsin üçünün bir yerdə kəsişməsi. Vəssalam, sadə bir düsturdur. Və yaxud da bu düsturu belə də, bu orların əndlərin yerinə biraz fərqli bir şey yaza bilərik. X deyək ki, bunları orların yerinə yazaq. Görək o işarəni tapa bilərik. Yoxdur. Burada da inanmıram ala. Orların yerinə yazaq düz xətt. Düz xətt bizdə burada da olmalıdır əslində. Belə. Neysə deyəsən yoxdur burada. Deyək ki, orların yerinə nəysə bir iş. Mən düsturu daha səliqəli görsənsin deyə yazmaq istəyirdim əslində. Orların yerinə yazaq bir dənə deyək ki, düz xətt. Bir dəqiqə bunun götürsün. Belə. Orların yerinə bunu yazaq. X, Y, Z bərabərdir. X plus Y plus Z çıxılsın X. Əndlərin də yerinə yazaq bunu. X and Y çıxılsın X and
Z çıxılsın Y and Z. Sizə gəlsin X and Y and Z. Bu da bu belə. Düsturumuz bu şəkildə. Bunları da qızardaq. Bunları da bu vəziyyətə gətirək. Aşağıdan da yazaq ki, belə. Yəni bu düsturdan istifadə eləməklə bu tipli məsələlərin hamısını həll edə bilərsiniz. Hamısını. Elə bilirəm çox uzandı video. 199 da bundandır. Yəqin ki, daha 199-u izah eləməyə ehtiyac olmaz. Yenə də bu düsturdan istifadə eləyərək, yəni 199-cu misalı həll edə bilərsiniz. Sağ olun. Növbəti görüşlərdə görüşənədək.